Salam değerli izleyiciler. Əməkdar artist Elza Seyidcahanın 100 minlik qızılı Lambardda batıb və məhkəməyə bir sırğa ilə gəlib təfərrüatı diqqətinizə çatdıracağım. Burada üstə gəl düyməsi görünürsə bir dəfə üzərinə vurub kanalımıza abunə ola bilərsiniz. Deməli, Qafqaz Info məlumatına görə müğənni ilə birgə daha 30 nəfər də eyni formada aldadılıb. İş üzrə 2 nəfər Lambardın rəhbəri Xəyal Abdullayev və köməkçisi Fərid Abuzərli polis tərəfindən cinayət məsuliyyətinə cəlb edilib və ikisi də həbs olunub. İttiham aktının materiallarında yazılıb ki, təqsirləndirilən şəxslər müştərilərin Lambarda qoyduqları qızıl zinət əşyalarını geri qaytarmayıblar. Zərər çəkənlər götürdükləri pulu ödəyib, əşyalarını istəyəndə onlara hər dəfə başqa vaxt götürərsiniz deyə belə bir vəd verilib və başqa vaxta çatmadığından nəticədə müştərilərin hamısı polisə üz tutub. İstintaqla müəyyən edilib ki, bu dələduzluq nəticəsində zərər çəkənlərə milyonlarla manat ziyan dəyib və onlardan biri də Elza Seyidcahandır. Müğənni bugün məhkəmədə ifadə verib və deyib ki, pul lazım olduğu üçün anası ilə birgə Lambarda gedib verdiyi qızıl və brilyantların qarşılığında ona 8500 manat pul veriblər. Lambarddan 8500 manat götürsəm də əşyaların ümumi qiyməti 80-100 min manatdır. Təkcə maral formasında brilyantım 30 mindir. Həm də tək mənim deyil, orada rəfiqəmin də qızılları var. Nəysə, bir neçə ay ərzində götürdüyüm pulu tam ödədim, amma qızıllarımı geri qaytarmadılar. Dedim, heç olmasa rəfiqəmə aid olanları tez verin, amma buna da razı olmadılar. Sonradan öyrəndim ki, bunlar hamını belə aldadıb, indi mənəvi, maddi və ruhən əziyyət çəkirik. Biz inamla doğulmuşuq, yalan danışmağı sevmirik. Ayıb daxır. Yalan danışmaq olmaz. Zərər çəkmiş müğənninin sözlərinə görə bugünə kimi qızıl zinət əşyalarını qaytarmayıblar. Ona görə də Lambardın rəhbərliyindən işçilərinə kimi şikayətçi olduğunu bildirib və qızıllarının ələ keçirilməsindən danışan müğənninin bir qulağında sırğa olmaması hakim Telman Hüseynovun diqqətini çəkib və hakimin qulağınızdakı sırğanın biri hardadır? İtirmişsiniz sualına müğənni xeyr, mənim stilim budur deyə cavab verib. Növbəti zərər çəkmişlərin dindirilməsi noyabr ayının 4-ünə saxlanılıb. Qeyd edək ki, bu ittiham sübuta yetirilərsə Xəyal Abdullayevi 10 ildən 14 ilə, Fərid Abuzərlini isə 5 ildən 10 ilə kimi həbs cəzası gözləyir.